Hazır uyandım. Dedim ustalarla dedim gelsin ördəkləri bərk etsin. O bir tərəfdən qoymur qonşu. Neydi lan? Stolun üstüne çıxırdı, qışqırdım üstüne ki düş yerə. İtlər həyətdə. Biraz havası olan kimi gedilər tualetdəki həyət var. Orada həyətdəki hamam tualet var. Gedilər orada kafedə uzanırlar. Orası sərin olur. Ne oldu axatçı? Dediyimi həll eləmədim. Yaxşıyam, sən necəsən? Hə, yeyirəm, sən yeməyim də Allah haqqı. Bir də gecə saat 2-də yeyişim. Yere düş. Diana, çok sağ ol Diana hanım. Teşekkür ederim. Hoş geldin Sabiroğlu İnşaat Memene Bey. Şükür. Tutma o. Ha, paltar koşmuşam yemeğe. Koşmuyum. Durun dedim Arzu Hanım'a ərik yığım. Söz vermişim, əriklər deyib, üstü doldu Leyjanla. Diana bahalı hədiyyə atdı. Həqqı nə yaptı? Nə yaptın ha Diana, görmədim ha? Başımı yemək qatıb. Sağ olsun. Pozitiv dolu olsun. Kızlar mənim çox istəyir, dostlarımıza.
Stolun üstündə nə var? Pendir yiyən sən ay pişik. Yeməyin qabağında atlanı çetiyi. Günümə saatıma bax, yaz, get yumurta yığ, tök ayna. Qaldı, xarab oldu, xaladenikdə yığmağa yerim yoxdur. Ey ha, aparam, hamısı töküm zibilliyə. Toyuqların yerində bəlkə bir 50 dənə, 100 dənə yumurta var. İstidir, ərinirəm gedib yığmağa. Gedirəm, hamısını töküm zibilliyə. Mağar 2 kilo mebelin üstündədir. Sata kimi tapım, satım. Yumurta da satıram, get vağzala yola qoysa, pərdədən yoxdur. Get yumurta qoy, karavka tap, yumurta qoy, yığ, sat, apar. O da yox, nə bilim. Yumurtaların yolun pulunu da vermiş. Deyə bilin, yumurtanın Allah. Ona sərf eləmiş. Bakıdan alanlar sərf eləmiş. Deyə bir 10 manat, öz 10 manat istəyir, indiki şoförlər. 5 manada yiyədron yoxdur. 5 manada yiyədron yoxdur. Deyir, həmin verim yumurtalım, həm də 10 manat da yol pul verim. Donusu deyib, bərdən alaram da. Kasıva verim, indi tanımıram, axı, utanıram. Gedim, nətir qapısını deyim ki, ay kəs, gəl sana yumurta gətirmişəm. Utanıram. O, qoyun, qurbanlıq kəsdən payladım, utandım, qonşum gəldi, qonşumla getdik, utanıram. Gedim qapısını deyəm, Quran haqqı utanıram. Siz bilmirsiniz, mənim içimi tanımırsınız ki, məndə utancaqlıq çoxdur. Yumurta üçün balaca xaladenika. Nağarım aparım tökəm oyna, xarab olub. Bir bu gün veririm lıqıldayır. Hə, niyə lıqıldayır? Qalıb orada, istidir, bu xaladenikdə yeri yoxdur. Yayda yumurta tez xarab olur. Xaladenika götürünü qoymadınsa lıqıldayacaqçı. Lıqıldayır. Biz istəyirik. Doğda içindəkiləri də yığıb tökəcəm ayna, təzələri götürəcəm, yığıb tökəcəm ayna. Orada toyuq 10 gün, 5 gündür üstündə yatıb. Lıqqıldadıb onu indi. Tökəcəm, indən belə gedib saman alacağım, poxludur ora nəsə. Samanı belə qoyacağım, tökəcəm, yumurtaya kimi götür qoşum xaladenika. Hayıfdır. Toyuqlarım çoxdur deyir, ona görə çox yumurtayırlar. Mən heç kimə xarab yumurta verə bilmərəm. Gedək ərik yıxmağa. Allah mənə hər şəraiti verir, ruzini verir, qapımda, başımda hər şey verir, amma mən evlənə bilmirəm. Bu Aysun'dakı siz istəmirsiniz. Mən uşaq deyil, amma izləyicilərim istəmədi Aysun'u. Zəh vurur sərtəmin aşmıra. Siz istəməyəndən sonra akşam dediniz ki, Aysun yox. Bal da alsın. Suladı değil, ürəymiş deyil. Ay Bakı 2000. Geldi qapımı döydü vermədim. Bax kimin toyuq cücəsi varsa, təzə cücələr çıxırsa gəlin aparın yumurta. Cücəyə bir 20 gün yumurta verməlisiniz. Qaynadıb yemlə qarışdırıb verirsiniz. Gəlin aparın töhmüyüm ayına. Gəlin aparın qaynadın verin cücələrinizə yesin. Bərdədə mənim evimi bilən yoxdur ki, bilirlər də. Əriyi susuzluğum yatsın deyin yeyirəm, ay izləyicilər. Susuzluğum yatsın deyin yeyirəm. Bakın, Aysun'dur. Koy Aysun açacağım.
Qapı paltar yağın səsi kəssin. Ay uşaqlar. Və qalıb xarab olacaq ki, şu arxasının altına nə qədər ərik tökülür. Qoyayım dana. Xarab olub tökülür ayna. Gündüz ay başı gəl yığ apar. Mən onu yığa da bilmirəm. Görüm hansı et gəlir. Xarab ol töküllamaya, qoyayım hayıfdır. Ye tökülməkəsi qarnıma tökülsün. Bəli. Daş başına. Olsa paltar yan səsi qoymadı işitməyə. Aysun yığır. Alo. Bəli. Niyə cavab vermişsən səhərdə? Səhərdə mən hava yığmışam. Gör nə qədər sən yığıb yazmışam. Hardaydın? Evdəyəm onca. Evdən çörək başımı çörək çıxartmamışam. Darvazanın ağzına da orada çıxmamışam. Bildim də, telefona niyə cavab vermirdin bəs? Toyuqların yeri qoyur ki, telefona cavab verəm. Neyinirsən? Yaxşısan özün? Həri yeyirəm. Hoş olsun mən. Səhərdə sən yığıram, bir dənə mesajıma ya da zəngimə cavab verim. Səhərdəndən qırmızı papağımı qabağıma qoyub fikirləşirəm. Nə fikirləşirsən? Görün bu işlərin axırı nətər olacaq. Yaxşı olacaq, fikirləşmə. Heç şey yaşamış olsun sənə. Advay vermədən danışırıq. Nə, ay boş, mənim dudağımın qırmızısına bax, bu nə da? Ha, İmam Haqqı birdən elə bilərsiz pamadaza durmuşam, anamın qəbr haqqı üst dudaqlarımdır. Bu nə da, qıpqırmızı qızarıb. Bu yallah səni sağ, belə dudaq olar. Effekt də qoymamışam, ha. Bax əlimə. Qanım çoxdur. Yox, az Allah hamd olsun. Üst təmizləyəcəm, başqa effekt qoy. Dəliyəməz mən effekt qoyam. Yığın WhatsAppda. WhatsAppda da effekt olmur ha. Yığın baxın görün, həmən dodaq elə olmasa, düzünə. Yığın WhatsAppda baxın. İşlərimi qutarmısan, babuş. Ha? İşlərimi qutarmısan. Az yox səhərdən toyuqların yerində ölüm, az bu nədir səndə? Dizimə o ördəyin palçığı sıçradı yenə. Elə pisi gəldi, ördəkləri bəri keçirəcəm. Ustaya zəng vuram, gəlsin keçirək bəri. Qonşu oradan qışqırır. Onların yerini niyə təmizləmirsən ki, əraziyə çəkirsən? Yekə vanna almışam. Mənə başa düşürsən, yekə vanna. 5 dənə ördək girir o yekə vannanın içinə. Bax, qələtlərini verir. Şaq. Şaqqıladı, tökülür su yerə palçıq olur. Palçıqdan da rütubət iyi gəlir. Və mən girəm, dizimə palçıq sıçrayır. Ördək elə bir palçıq, rütubət, elə bir iyi verir, iyilənir elə bir palçıq. Bir dənə gəlsin, baba, əlinin burasına düşsün. Ne yaman pintidir az ördəklər. Bildim. Heç maraqlanmırsan, demirsən bugün neynəmsən? Arda sən də neynəyəsən ki, mən kim evdə yeyirsən, yıxırsan, yatırsan da. Elinə verib, ortana verib, elinə verib, buxağına verib. Mən nağarım ki, sizə nağarasın.
Yev yıxılacam orada məndə. Deyindi uzanacam konserverin altında. Gedim müğənniyə ərik yığım. Hava istidir orada. Ha? Dayana bilirəm. Get üstüdən. Burada da elə pisdir var. Dağa gedəcəm. Nəyə? Kimdən? Gedək. Gedək. Niyə getmir? İkimiz. Hə. Düzdür. Nə vaxt gələcəksən Bakıya? Nə vaxt gələcəksən Bakıya? Bakıya, hələ ki buradayım. 18-i qonşunun qızının toyudu. Oraya gedəcəm. Allah xoşbəxt eləsin. Nə pişirmisən? Bugünlərdən gəlsən kartoşka yemişəm, heç nə pişirməmişəm hələ ki, axşama pişirəcəm. Ətiniz yoxdur? Var, niyə yoxdur ki? Göndərim hündüşka torpağa ət. Daha çox sağ ol, var olasın.